Yeniyetməlik uşaqlıq və gənclik yaş dövrləri arasında keçid yaş dövrüdür. Belə deyək, körpü rolu oynayır. Bu dövrdə yeniyetmə öz davranışlarını, hisslərini, öz düşüncələrini necə idarə edəcəyini bilmir. Özünü anlamaqda çətinlik çəkdiyinə görə də valideynləri ilə, məktəbdə və yaxud da dostları ilə birlikdə, tanışları ilə arasında müəyyən problemlər yaranır və buna görə də aqressiv davranışda sərgiləyə və yaxud da təkliyə qapıla bilər. Bunun üçün sizə kömək edəcək ifadələr vermək istəyirəm ki, övladınızla evdə əgər terapiyaya müraciət edə bilmirsinizsə, ev şəraitində necə münasibətinizi sağlam şəkildə qura biləcəyiniz üçün cümlələr işlədə bilərsiniz. Bunlar belədir. Məsələn, mən sənin yanındayam. Fərqindəyəm ki, sən böhran dönəmi keçirdirsən. Sənə necə dəstək ola bilərəm, necə kömək ola bilərəm, səninlə necə vaxt keçirə bilərəm və yaxud da məndən gözləntiləri nələrdir deyə soruşa bilərsiniz. Yəni siz burada valideyn rolundasınız, tam onun dostu rolunda da deyilsiniz. Siz valideynsiniz və əlbəttə ki, sizin sərhədləriniz olmalıdır və onlarla bu cür güvənli əlaqəni quraraq, sağlam şəkildə münasibət quraraq onların özlərini ifadə etməsindən şərait yarada bilərsiniz. Çünki güvən olduğu yerdə, anlayış olduğu yerdə, bir insan sevgi, diqqət gördüyü yerdə özünü rahatlıqla ifadə edə bilir və bu cür güvənli bağ quraraq onun böhran dönəmini keçirməkdə kömək edə bilərsiniz.